Baxın, bizə qırmızıdır, hələ yolun ortasında dayanan maşınlar var. Söhbət 28 may küçəsindən gedir. Niyə? Bax 5 saniyəmiz qalıb, biz keçə biləcəyik yolu? Gəlin sınayaq. Bizə yaşıldır, biz dayanmışıq. Çünki başqa sürücülər hamısı girib yolun ortasına. Nə hesablamaq var, nə digər sürücülərə mədəniyyət var. Ay qardaş, sən əgər çatdırmırsansa, sənin bu yolda nə işin var? Belə pis deyəcəm, nə az zarın var. Çatdırmırıq da, çatdırmırıq keçməyi. Bax, mən dayandım. 8 saniyə mən çatdıramayacağım. Mən dayandım. Mən başqa çarəm yoxdur. Fikir verin, bizim yaşılımızı onlar dayanıblar yolun ortasında. Bir maşın dayansaydı, qırmızıda gözləsəydilər ki, bax, keçməyək, qoy biraz yol boşalsın. Onda məsələ düzələrdi. İndiki halda düzəlmir. Bax, fikir verin, gəldilər, düz dayandılar yolun ortasına. Qabaq hərəkət eləmir ha. Qabaq hərəkət eləmir, amma bunlar gəlirlər yolun ortasına dayanıblar. Və siz bundan sonra Bakıda yüksək dəyərlərdən, tıxacın probleminin həll olunmasından və s. danışırsınız. Bu düzələn deyil. Fikir verin, bizə 15 saniyə qalıb və yolun ortasında dayanıblar. Mənim elədiyim, göstərdiyim jesti onlar göstərə bilmirlər. Çünki hamı özünü işbaz, özünü tələskən kimi göstərir. Fikir verin, bax, bizə 3 saniyə yaşıldır. Bax, bizim yolumuzu saxladılar. Və buradan kimsə maşından da düşəcək. Və indi bax, mən nə deyim bu kişiyə? Bax, bu kepkalı kişiyə nə deyim? Əgər hərəkət dayanıbsa, sənin bu yolda nə işin var? Bu da sizə mədəniyyət. Biz ikinci yaşılı yolun ortasına dayandıq. İndi onlar deyəcəklər ki, mənə yaşıldır, yenə gəlib bizim qabağımızda dayanacaqlar. Bir nəfərin arasında bir mədəniyyətə çatmayacaq ki, ay kişi, biz getməyək, qoy yol boşalsın. Bizim indi getməyimizin mənası yoxdur. Çünki indi bizə qırmızıdır. Ağsaqqal fikir verirsiniz, dayan qabağımda kepkası ilə. Milyon dəfə demişik, o birinə də kəsdi. Milyon dəfə demişik, kim maşının içərisində papaqla oturursa, o adamın sürücülük mədəniyyəti olmur. Maşının içində papaqla oturmazdı. 15 saniyəmiz qalıb müşahidə edirik. Sağında solundakılar tələsimləri yola girmək istəyirlər. Siz niyə yola girirsiniz axı? Bax, şəhərdə gündəlik alınır, bax, qarşımızdakı maşın, ağ Lexus, telefonla danışır. İndi mən buna nə deyim? Bax, gəldim. Fikir ver, bax, dayanıb yolumuzu kəsib. Bax, telefonla danışır. Bax, saqqala nə deyim? Qardaş, yolumu kəsmirsən. Fikir ver, arkadaş, mənim yolumu kəsmirsən axı. Arkadaş, yolumu kəsmirsən. Necə, girmə o yola da. Bağlıdırsa girmə də bu zəhrimar yola da. Ay qardaş, boydadan vay. Gördünüz? Ən səbirli sürücünü belə höfsələdən çıxaran sürücülər tapa bilərik. 22 dəqiqədir mən 28 may metro stansiyasının ətrafında fırlanıram. Özüm bilə-bilə gəldim, girdim bura. Reallığı göstərmək üçün. Reallığı odur ki, rayon maşınların bura heç bir aidiyyatı yoxdur. Sadəcə bizim sürücülük mədəniyyətimiz və tərbiyəmiz çatmır ki, biz normal nəqliyyat vasitəsini idarə edək.